Hansı xatirələri? Ancaq onun fikri oxumaq. Həmişə oxu. Bax, məktəbdən gəlirdi, dərs oxumaq idi. Müəllimi var onun burada. Gedib ondan sorsasan ki, o nətər uşaq olub. Birinci sinifdə, bax, 4-cü sinifdə. Neçənci ildə hansı istiqamətdə itkin düşmüşdü? Birinci dəfə o elə yazılanda, onun ölüm kağızına da elə yazılmışdı. Kəlbəcərində, Murovdağda, Yanşaq uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşüb. Bu oldu. Bundan başqa ayrı bir şey oldu. Oldu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Elə bir oğul olur. Atası aparıb Bakıda fiskal riyaziyyat təməlinə qoydu. Oraya qutardı, Politexnik üstünə, maşın qayrma fakültəsinə girdi. Amma qiyabı düşdü. Oxudu birinciliyi, 2 il oxudu. 3-cü kursa keçəndə. Şerefin tuttun uca Azerbaycan, oldu feda Azerbaycan şirin canım. Torpaq öz uğrunda şehit verdiksen ucalar, karıştı torpaq ile sondan vaxandan. Sen canını qeyrətini korumak üçün verdin, millet üçün, xalqın üçün, torpaq üçün verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmədin əslində, şəhid olmaq üçün verdin. Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Anam şəhid anasıdır, qəmi Hüseyin əzasıdır. Bu haq davası, bu döyüş Hüseynin Kərbəlasıdır. Sen bu torpağın oğlusan şəhid, şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var, ruhum eyləyir təzim. Sen anadan doğulmusan şəhid, sen bu torpağın oğlusan şəhid. Sen bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var, ruhum eyləyir təzim. Sen anadan doğulmusan şəhid, şəhid. Sen bu torpağın oğlusan şəhid. Sen bu torpağa bağlısan şəhid. Ruhun karşısında baş əyib ruhum. Sen doğularken olmuşsan şəhid. Kaş benim de anamın derdi şehit analarının derdi kadar olsun. Zafer Allah'ın, zafer Azerbaycan ordusunun olsun. Ağlama gayretli ana, sil gözünün yaşını. Sen şehidin anasısan, dik tutasan başını. Elə bir oğul fəda eyledin ki bu torpağa. Xalq öz qəlbindən ona düzəltdi başdaşını. Sən Həzrəti Fatimənin dərdinə yanarla. Düşmana göstərmə bu göz yaşı nihanarla.
istəyir. Bilsən necə darıxır, hər gün rəsminə baxır. Dön evinə, qayıt yenə şəhidim. Bilsən necə darıxır, hər gün rəsminə baxır. Dön evinə, qayıt yenə şəhidim. Qan ağlayır hər gün anan şəhidim. Cavan ömrün oldu talan şəhidim. Arzuları yarım qalan şəhidim. Lay lay. Qan ağlayır hər gün anan şəhidim. Cavan ömrün oldu talan şəhidim. Arzuları yarım qalan şəhidim. Ailədə neçə övlad idi, neçənci övlad idi, neçə bir qardaş idi, müharibə dövrünü bir xatırlayır. Ay 4-cü uşağı idi. Qardaşım çox gözəl, mehriban. Bütün el oba yəqin ki siz bilmiş olarsınız, hamı ondan danışır. Çox mehriban, savadlı, öz biliyi ilə enstitüta girən uşaq idi. Hamının da sevimlisi idi. Bütün dostları, onun bütün burada dostları var. Bakı Piskariyacı təmayüllü olan dostları, enstitut yoldaşları hamısı buradadır. Yəni bütün sinif yoldaşları hamı göndərdilər onu Murov dağı. Uşağın uğrunda gedən döyüşlərdə biz bilirdik ki, var ayında biz ondan xəbər getdik də bildikdə getdik yanına xəbər tutduq. Katılmanın necə gəldi? Necə kimlər tərəfindən? Katılmağın qardaşımı çağırmışdılar. Ona verirlər. Sonra geçdi mənim yoldaşmışım. Sağlımoğlu. Sultan kardeşim, bu gün şükürler olsun. Bəli, çox sağ olun. Artık neşin tapıldıydı. Onların izniyle Mürtə müraciət edib axtarmışdıq. Necə? Xeyirlə. Mataba vermədik. Dövlətin səyəsində tapıldı, gətirdik, bastırdıq. Ziyarət eləmək yerimiz oldu. İllərdir atam görmədi, amma uşaqlarımız, nəvələrimiz, anam ziyarət eləmək yerimiz oldu. Ümumiyyətlə, haralara müraciət edib. Rəhmətli kişi dünyada gedib də sizə nə tövsiyə elədi buna bağlı? Dedi ki, axtarın, tapın, dəfn yanın. Sizi axtarır, tapın. Dəfn edə bilmədik. Axırda dövlətimiz tərəfdən tapıldı, bizə gətirdi, dəfn elədik. Ümumiyyətlə, necə qardaş idi? Ümumiyyətlə, necə qardaşım yadda qaldı? Balaca qardaşımız idi, çox güzel qardaş idi. Özü öz könüllü istəyinə müharibə etmək istədi, orada da şəhid oldu. Neçənci ilə? Sonuncu dəfə nə vaxt tanışmışdınız? Son dəfə ona 94-cü il 12 dəfə aldı. Nə demişdi? Heç nə danışdıq, hər şey normal. 14 gündə heç nə xəbər çıxmadı.